O, 102 illik Deaflimpiya tarixində ölkəmizə judo idman növü üzrə ilk medalı qazandıran qəhrəmanımızdır. Yaponiyada keçirilən 25-ci yay Deaflimpiya oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev. Tatamidə dastan yazan idmançımız bugün həm də maneəsiz və inklüziv xidmətin ünvanındadır. 4 saylı Bakı Dost Mərkəzində. Mərkəzə müraciət edən idmançımıza xidmət masasında birbaşa onlayn surdu tərcümə xidməti təqdim edilib. Daha sonra mərkəzdə fəaliyyət göstərən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən idmançımıza növbəti operativ xidmət göstərilib. Müasir texnologiyaların tətbiqi və mərkəzdəki inklüziv mühit qəhrəmanımızın heç bir maneə ilə qarşılaşmadan tam rahat şəkildə istədiyi nəticəni almasına təmin edib.